Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif körpü nəşriyyatının riyaziyyat kitabının 2-ci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcək. Artıq səhifə 19-dayıq. Bugünkü mövzumuz onluq kəsirlərin müqayisəsi. Variant A ilə başlayırıq. Birinci sualda deyir, onluq kəsri müqayisə edin. 6,45 və 6,54. Əvvəlcə tam hissələrə baxırıq ki, hər ikisinin tam hissəsi 6-dır, bərabərdir. Ona görə onda birlərinə baxırıq. 4 5-dən kiçik olduğuna görə başa düşürük ki, birinci kəsirimiz digərindən kiçikdir. B variantını seçirik. Boş xanaya uyğun ədəd tapmalıyıq. Bu kəsirdən deməli kiçik olmalıdır. 0 tamdan kiçik 2 tam ola bilməz, 1 tam ola bilməz, ancaq 0 tam olmalıdır. 0 tam %84, 83-dən kiçik ola bilməz, 0 tam %83-dən, amma 79 ola bilər. D variantını seçirik. Müqayisə eləməliyik. Tamlar bərabərdir, onda birinə baxırıq. 6 55-dən böyükdür. Ona görə seçirik 0,6 böyükdür. 0,54-dən. Yəni rəqəmlərin sayına baxmırıq. 54 6-dan böyükdür, amma 54 kimi baxmırıq. Çünki bu kəsir hissədir. Onda birinə baxırıq. 6 5-dən böyükdürsə və salam başa düşürük ki, bu kəsir digərindən böyükdür. O da C variantındadır. Onluq kəsirlərdə vergüldən sonraki rəqəmlərin sayını bərabərləşdirin və müqayisə edin. Bərabərləşdirmək üçün biz bilirik ki, sona istədiyimiz qədər 0 yaza bilərik. Burada vergüldən sonra 2 rəqəm varsa, biz bir dənə bura 0 əlavə eləyərik və görürük ki, 10 5-dən böyükdür və bu böyük işarəsini seçirik. Sonra ikincini 7, burada bir 0 əlavə eləyərik, görərik ki, 33-dən böyükdür. Bura vergül qoyub 2 dənə 0 əlavə eləyə bilərik və görürük ki, 15 0-dan böyükdür. Deməli, böyük, kiçik, kiçik. O da D variantındadır. Verilən onluq kəsirlərin artan sırayla düzülüşünü tapın. Artan deyirsə, kiçikdən böyüyə doğru yazacaq. Burada ən kiçik tamı 0 olanlardır və bunlardan ən kiçiyi 0'dan %5'dir. Çünki bunun onda birində 0'dır, bunda 7'dir. 0'dan %5, sonra 0'dan onda 7 gəlir. Sonra 1,45, sonra 1,5. Bu da A variantında verilib o kəsirlər. Onluq kəsirlərin azalan sırayla düzülüşünü müəyyən edin. Azalan deyirsə, böyükdən kiçiyə doğru yazacaq. Burada ən böyüyü 5 tamdan olanlardır. Bu ikisini müqayisə eləməliyiksə, müqayisə eləmək üçün bura bir 0 əlavə eləyə bilərik. Əlavə eləməsək də müqayisə eləyə bilərik. Yəni 60 14-dən böyükdür. Başa düşürük ki, 5,6 ən böyüyüdür. Sonra 5'dən %14'dür. O da C variantı vardı, cıllanan gedir. Sonra bu kəsir bundan böyükdür. Çünki bunun onda birində 9, bunda isə 6 var. Ona görə C variantını seçirik. Verilən ədədlər arasında yerləşə bilən onluq kəsirlər cərgəsini göstərin. 2 tamla 2 tam %9 arasında yerləşməlidirsə, 2 tam onda 1 ola bilməz. Çünki 2 tam onda 1 artıq 2 tam %9'dan sonradır. Bunun onda birində 0 var. Burada isə 1 var. Bunlar ola bilməz. 2 də ola bilməz. Bu birinci ola bilər, amma ikinci kəsir ola bilməz. Bunlar isə ola bilər. Çünki hər ikisi 2 tamdır və onda birində 0'dır və %1'ində 9'dan kiçik rəqəmlərdir. 1,2 onluq kəsiri ilə 1,4 onluq kəsiri arasında olan ədədləri seçin. Neçə ədəd oldu? Deməli, tam hissə 1 olmalıdır. Onluq onda biri 2 olmalıdır. 4'ü keçməməlidir. 4'ü keçməməlidirsə bu ola bilməz. Və bu da ola bilməz. Çünki dedik ən azı 2 olmalıdır. Onda birində burada 0'dır. Bu da ola bilməz. Digər hamısı ola bilər. 1, 2, 3, 4, 5 dənə D variantı. Rəqəmlər yazılmış kartları elə yerləşdirin ki, ən kiçik və ən böyük onluq kəsir alınsın. Ən kiçik yazmaq üçün 0 tamla başlayarıq. Yəni kiçikdən böyüyə doğru yazarıq. Ən böyük yazmaq üçün böyükdən kiçiyə yazarıq. Deməli, bu da yazılıb B variantında. Asi fikrində bir ədəd tutub. Bu ədəd 0'dan %85'dən böyük, 1'dən kiçikdir. Həmin ədədin onda birləri %1'lərinə bərabərdir. Asi fikrində hansı ədədi tutub? Deməli, 0'dan %85'dən böyük olmalıdırsa, 0'dan %58 ola bilməz.
Çünki onda biri 5'dir. Burada isə 8, 8 ya da 8-dən böyük olmalıdır. Tamı da 1-dən kiçikdir. Burada hamısı tamı 1-dən kiçikdir. İndi deyir onda birləri %1-nə bərabər olmalıdır. O da buradadır. Onda birində də %1-də də 8 var. Ona görə başa düşürük ki, D variantıdır. Keçirik 20-yə, variant B-yə. Azalan sıranı göstərin deyir. Böyükdən kiçiyə doğru yazmalıyıq. Burada bu böyükdür, bu kiçikdir. Bu isə hamısından böyükdür. Ona görə bu ola bilməz. Bu olar, bəli. Çünki hamısının tamı 1-dir. Onda birlərinə baxırıq. 7, 5, 2 azalan sırayla getdi. Başa düşürük ki, budur. Burada artan sırayla gedib. Bu böyükdür, bu ondan kiçikdir. Bu isə bundan böyükdür. Qarışıqdır, yəni burada. Bərabərliyin doğru olması üçün A-nın yerinə hansı ədəd yazılmalıdır? 5 tam %44-də bərabər olmalıdır. Sağ. Bizdə burada 11 var surətdə. Deməli, biz bunu da gəlin qarışıq ədəd şəklində göstərək ki, müqayisə eləmək asan olsun. %44-də bərabər olmalıdır. Amma burada 11 var. Biz 11-i bilirik ki, 4-ə vuranda 44 eləyir. Ona görə buradakı ədədi də 4-ə vuranda 100 eləyəcəksəm, 100-ü 4-ə bölürük. Buradakı ədədi tapırıq ki, burada 25 olmalıdır. Yəni 5 tam 25-də 11 bərabərdir 5 tam %44-də. Seçirik D variantını. Təsvirə uyğun onluq kəsri yazın. Deməli, bu 100 hissədən ibarətdir və 100-dən baxırıq ki, 40-ı rənglənib. Yəni 0-dan %40. 0-dan %40 yoxdur, çünki biz sondakı 0-ı silə bilərik. Həm də bu 0-dan 10-4 deməkdir. B variantı. A və B ədədlərini müqayisə edin. Deməli, A ədədi burada 1 tam 5-dir. B ədədi 1 tam %27-dir. Tamlar bərabərdir. Onda birinə baxırıq. 5 2-dən böyükdürsə, artıq bura baxmağa ehtiyac yoxdur. Deməli, A B-dən böyükdür. B variantı. Futbol topunun qiyməti 12 tam 50-də 25 manatdır. Aşağıdakı onlu kəsirlərdən hansı topun qiymətini ifadə edir? Deməli, biz bunu onlu kəsirə çevirməliyiksə, 50-ni 2-yə vursaq 100 eləyir. Ona görə 25-i də 2-yə vurarıq. %50. Yəni 12 tam %50 yazaq onluq kəsir şəklində. Bu yoxdur. Dediyimiz kimi sonda 0-ı silə bilərik. Bu həm də 12 tam 5-ə bərabərdir. Ona görə C-ni seçirik. Müqayisə edin. 3 tam %42, 3 tam 5. Tamlar bərabərdir. Onda birinə baxırıq. 4 5-dən kiçikdir. Ona görə bu cür işarə qoyacaq. A variantı. Aşağıdakı onluq kəsirlərdən hansı 5 tam %16-dan böyükdür? A variantı ola bilməz, çünki A-da tam hissə 4-dür, 4 5-dən böyük ola bilməz. Digərləri ola bilər. Bunu necə müqayisə edəcəyik? Bunu biz onluq kəsir şəklində bu cür yazırıq. 5-dən %16. Artıq müqayisə eləyə bilərik. Burada tam hissə bərabərdir, onda birlər də bərabərdir. 5 6-dan, yəni %1-i bundan, bunun %1-i, bunun %1-dən kiçikdir. Ona görə bu böyük ola bilməz. Bu böyükdür. Nəyə görə? Çünki bunun tamları bərabərdir, amma onda biri 5, burada isə 1, 5 1-dən böyükdür. Başa düşürük ki, bu digərindən böyükdür. Burada tam da bərabərdir, onda 1 də bərabərdir. %1 2-dir, 2 6-dan kiçikdir. Ona görə böyük ola bilməz bu ondan. Aşağıdakı kəsirlərdən biri digərlərinə bərabər deyil. 9 tam 3, bu da 9 tam 3-dür. Bu 9 tam %30, bunu da sıfırlarını silsək, yenə bu da 9 tam 3-dür. Yəni ixtisar eləsək, bu da bunlara bərabər olur. Amma %93 bunlara bərabər ola bilməz burada, çünki 0 tamdır. Bizə 9 tam olmalıydı. 1, 5, 9 rəqəmlərinin hər birindən bir dəfə istifadə edərək yazılan ən böyük onluq kəsir hansıdır? Ən böyük deyirsə, böyükdən kiçiyə doğru yazırıq. Alınır 9 tam %51 B variantı. 3 ədədi neçə 0 tam %3-ə bərabərdir? Burada düzgün cavab 100-dür. Çünki bir dənə 3, 3 deməkdir. Yəni bir dənə tam kimi göstərəndə 3 tam. 10 hissəyə bölsək, oradan artıq 0 tam 3 hissə alınır. 100 hissəyə bölsək, artıq 0 tam %3 alınır. Keçirik səhifə 121-ə daha doğrusu. Onluq kəsirlərin toplanması və çıxılması mövzusu variant A ilə başlayırıq. Müqayisə edin. 7 tam 4-ün üstünə 6 tam 3 gəlməliyik. Kəsir hissələri toplayırıq. 4-ün üstünə 3 gəlir. 7.
Daha doğrusu bu nə hədə kəsir hissə. İndi tam hissələri toplayırıq. 7 üstünə 6 13. 13-dən onda 7. İndi buranı çıxaq. 8-dən 1 çıxırıq. 7 8-dən 7 çıxırıq 1. İndi tam hissələri hesablayaq. 11-dən 6 çıxırıq 5. Burada da 1 qaldı. 15-dən onda 7 böyükdür 13-dən onda 7-dən. C. Təsvirə uyğun onluq kəsir müəyyən edin və onun 2,75 ilə cəmini tapın. Bu deməli 0 tamdır. Yəni tam da olmayıbdır. 100 hissəyə bölünüb. 100-ün neçəsi rənglənib? Rəngli hissələr sayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Sıfırdan %15'dir bu. İndi deyir bunu ki tam %75 ilə cəmini tapın. Tapaq. Toplayırıq. 11 yadda 8, 9. Bu da 3. 3 tam onda 9. 3 tam %90 və yaxud 3 niyə yazdım mən burada? 2. 2 tam onda 9. D variantım. 3 tam %12 ilə 5 tam onda 4'ün cəminin 6 tam %31 ədədi ilə fərqini tapın. Deməli 3 tam %12 ilə 5 tam onda 4'ün cəmini deyir. Əvvəlcə bunu toplayaq. 2 düşür aşağı. 1 ilə 4'ü toplayırıq. 5, 3 ilə 5'i toplayırıq. 8. 8 tam %52. İndi bununla digər kəsiri çıxmalıyıq. Deməli digərimiz 6 tam %31'i çıxmalıyıq. Fərq deyir. Çıxanda 2'dən 1, 1, 5'dən 3, 2, 8'dən 6, 2, 2 tam %21 A variantı. Olarsa A aşağıdakilardan hansından böyükdür? Deməli bunu çıxmalıyıq. Əvvəlcə 4'dən 3 çıxarıq. %1'ləri çıxırıq 1. Onda 1'ləri çıxırıq 2. Təklikləri çıxırıq. Ondan 6 çıxacaq 4. 4 tam %21. Və deyir A aşağıdakilardan hansından böyükdür? Buna A'ya bərabərdir A variantına. Bu böyükdür. 4 tamdır. Hər ikisində bunun onda biri digərinin onda birindən böyük. Yox, deyir A aşağıdakilardan hansından böyükdür? Burada bu böyükdür. Ona görə bunu götürə bilmərik. Bu da böyükdür. Çünki 5 onda biri bunun onda birindən böyükdür. Amma 3 tam onda 5'dən təbii ki böyükdür. 4 tam %21. Cəmilin boyu 1 tam %87. Cəmlənin boyu 1 tam %63 metrdir. Cəmilin boyu cəmlənin boyundan nə qədər uzundur? Çıxaraq taparıq. 1 tam %87'dən çıxırıq 1 tam %63'ü. 7'dən 3 4, 8'dən 6 2, 1'dən 1 0. 0'dan %24 metr. Metrdən neydi? Biz də metrdən tapdıq. D variantı. Kvadratın tərəfinin uzunluğu 2 tam %16 olarsa onun perimetrini tapın. Kvadratın perimetrini tapmaq üçün 4'ə vurmalıyıq. Amma 4'ə vurmağı keçməmişik deyə 4 dəfə toplayacağıq. Əvvəlcə 2 dəfə toplayıb sonra cavabı yenə toplayarıq. Daha asan da olsun. Deməli 12 1 yadda, 2 1 də yadda 3, bu da 4. 2 tərəfin cəmi 4'dan %32'dirsə, indi bunu da 2 dəfədə yenə toplayarıq. Deməli 4 6 8 8'dan %64 oldu. A variantı. Olarsa X'i tapın. Deməli biz buradan tapa bilmirik. Əvvəlcə buradan Y-ni tapacaq toplayaraq. O %1'lərdə təkcə 6 var. 6'nı yazırıq. Onda 1'ləri toplayırıq. 6'dan 1 7 və təklikləri toplayırıq. 3'dən 8 11. Y oldu 11 tam %76. İndi X-dan Y-ni çıxıb, yəni 11 tam %76'ını çıxıb 7 tam %45 tapıbsa, X burada azalan yerindədir. Azalanı tapmaq üçün toplayırıq. 11 tam %76'nın üzərinə gəlirik fərqi. 7 tam %45'i. 6'dan 5 11 1 yadda, 7'den 4 11 1 də yadda, 12 1 yadda, 1'den 7 8 1 də yadda 9, bu da 1. 19 tam %21 A variantı. Deyir üçbucağının kvadratının cəmini tap. Üçbucağı tapmaq üçün bu ikisini toplayacağıq. Çünki bunlar kəsişir üçbucaqda 0,2 ilə 0,9. Toplasaq 11 0 1 də yadda 1 1,1. İndi kvadrata tapaq bunları toplamalıyıq. Deməli 4 ilə 8'i toplayarıq 12 1 yadda 0 ilə 0 0 1 də yadda 1 1,2 digər də 1,1. İndi bunların da cəmini istəyir. 3 bu da 2 2,3 D variantı. C və B fərqini tapın. Deməli bu B baxırıq ki 2 tamdan sonradır.
və 5 hissəyə bölünüb. 1, 2, 3, 4, 5 hissəyə bölünüb. 5-dən ikisidir. 2 tam 5-də 2-dir. Amma biz bunu onlu kəsir şəklində göstərməliyik ki, bunu biz onlu kəsir şəklində göstərmək istəsək, 5-i bilirik ki, 2-yə vursaq 10 eləyir. 5-i 2-yə vurduqsa sürəti də 2-yə vurarıq. Bu da eləyər 4. 2 tam 10-da 4-ə bərabərdir. Buna artıq onlu kəsir kimi yaza bilərik. 2,4 bu oldu 2 tam 10-da 4. İndi digərini tapaq. Burada 4'dür, burada 6'dırsa, deməli burada 5'dir. Bunların ortasında 5 olacaq. Deməli hər biri 2 hissəyə bölünübdür. Deməli bura 5,2-də 1'dir. 2'də 1'i də onlu kəsir şəklində göstərmək istəsək, gərək 5'ə vuraq ki 10 olsun. Ona görə 1'i də 5'ə vururuq 5. 10'da 5. Yəni 5,10'da 5'dir bu. İndi C'dən deyir B'ni çıx. C'ni tapdıq 5,10'da 5. B'ni tapdıq 2,10'da 4. Bunu da çıxanda 3,10'da 1 C variantı. İfadənin qiymətini tapın. 3 tam %7 üstə gəl 5 tam %74. 1, 8. Bu da 8. 8 tam %81'dən də 8 tam %81 çıxsaq 0 eləyər. Keçirik növbəti səhifəyə. Onlu kəsirlərin toplanması və çıxılması variant B. Bərabərliyində boşxanaya hansı ədədi yazmaq lazımdır? 5'in üstünə 0,3 gəlsək 5,3 eləyir. Yəni 0'ın üstünə 5'i gəlirik. Kəsir hissədə olduğu kimi qalır. Və bundan neçə çıxsaq 4,9 eləyər. Tapmaq üçün, çıxılan tapmaq üçün azalana fərqi çıxırıq. 13'dən 9 çıxarıq 4. Burada 4 qalıb. 4'dən də 4 çıxırıq 0. 0,4 olmalıdır. B variantı. Ambarda 8,3 ton un var idi. Nahara qədər ambardan 3,9 ton, nahardan sonra isə 2,8 ton un apardılar. Ambarda nə qədər un qaldı? Deməli nə qədər aparıblar? Nahara qədər 3,9, üstə gəl nahardan sonra 2,8. Bunları toplasaq 7, 1 yadda 5, 1 də yadda 6. 6,7 aparıblar. Nə qədər qalıb tapmaq üçün əvvəlki olandan 8,3 var idi. Bundan çıxırıq 6,7'ni 13'dən 7. 6, 7'dən 6, 1. 1,6 D variantı. Fərqi hansı ədədə bərabərdir? Yazaq alt-alta çıxaq. 25,2'dən 7 tam %79'u necə çıxacaq? Burada %1'i yoxdur. %1'ə bir 0 əlavə eləyərik. 0'dan 9 çıxanda 10'dan 9 çıxarıq 1. Burada 1 qaldı. 11'dən 7 çıxarıq 4. Vergül qoyuruq. Burada 4 qalıb. 14'dən 7, 7. Burada da 1 qalıb. 17 tam %41 A variantı. 4'də deyir aşağıdakilərdən hansında bu ifadənin düzgün cavabı verilib? Toplayaq. Onda birləri toplayırıq. 5'in üstünə 6 gəlir. 11, 1 yadda. Vergül qoyub tam hissələri toplayırıq. 2 ilə 3, 5, 1 də yadda. 6, 6'dan da 6, 12. 126 tam onda 1. C variantı. Ədədlərinin cəmi həmin ədədlərin fərqindən nə qədər çoxdur? Deməli, cəmlərində tapacaq, fərqlərində tapacaq. Sonra tapdığımız ədədləri də çıxacaq ki, görək biri digərindən nə qədər böyükdür. Əvvəlcə toplayaq. Toplayarkən, çıxarkən əsas diqqət etməli olduğumuz məqam vergülün altında olmalıdır. Digərlərdə hər birisi öz mərtəbəsinin altında. Burada məsələn %1 yoxdur. Deməli, biz burada toplanmadısa 0'ın üstünə 8 gəndə 8 eləyir. Yəni 0 yazmağa heç ehtiyac da yoxdur. 9'un üstünə 2 gəlir 11, 1 yadda. 8 ilə 5, 13, 1 də yadda 14, 1 yadda. 2 ilə 4, 6, 1 də yadda 7, bu da 1. 174 tam onda %18. Bu bunların cəmidir. İndi fərqlərini tapaq. 120 bir dəqiqə. Bunu bir qırağa yazdım. 174 tam %18. İndi bunlar burada ilə çıxaq. Çıxmaq üçün artıq burada 0 yazmağa ehtiyac var ki, biz çıxa bilək. 0'dan 8 çıxmaq olmur. 10'dan 8 çıxırıq 2. Burada 8 qaldı. 8'dən 2 çıxırıq 6. 8'dən 5 çıxırıq 3. 12'dən də 4 çıxırıq 8. Bu da bunların fərqi oldu. İndi bunların fərqini tapacaq. 8'dən 2 çıxanda 6. 11'dən 6 çıxırıq 5. Buradan birini götürmüşdük. 3'dən 3 çıxırıq 0. 17'dən 8 çıxırıq 90. Yəni 9. 90 tam %56 B variantı. Hesablayın və müqayisə edin. Deməli, bunun %1'i yoxdur. Bunun 5 olduğu kimi qalır. Onda birləri toplasaq 5 ilə 4'ü 9. 2 ilə 0'ı toplasaq 2. İndi burada bunun %1'i yoxdur. 1 düşəcək aşağı. 7'dən 6 çıxırıq 1. 4'dən 2 çıxırıq 2. Və 2 tam %95 böyükdür. 2 tam %11'dən. O da A variantıdır.
Samirin boyunun uzunluğu 1,87 metrdir. Bu Arzunun boyundan 0,45 metr hündürdür. Arzunun boyu nə qədərdir? Bu hündürdürsə Samirin boyu, deməli Arzunun boyu bundan alçaqdır. Arzunun boyunu tapmaq üçün deməli çıxacaq. 1,87-dən çıxırıq 0,45-i. 7-dən 5 2, 8-dən 4 4, 1-dən 0 1, 1,42. D variantı. Boş xanaya yazılacaq ədədlərin cəmi neçə edir? Deməli, burada 8-dən 3-ü çıxarıq, mənşul toplananı tapmaq üçün 5 eləyir. Burada 8-dən 6 çıxıb 2, burada azalanı tapmalıyıqsa 7-nin üstünə 3 gəlir 10. Yəni burada 0 olacaq. Sonra burada nəyin üstə 5 gəlsə, 6 gəlsə 5 eləyər. 15-dən 6-nı çıxarıq, taparıq ki, burada 9 olacaq. Deməli 5 0 9, bunların cəmini tapmalıyıq. 5-dən 9-u toplayanda 14 A variantı. Cədvəldə Kamran, Seymur, Ləman və Fuadın bilik yarışında 3 fən üzrə topladıkları ballar qeyd edilmişdir. Kimin ümumi balı daha çox olar? Deməli, biz bunların hamısının ümumi balını tapmalıyıq. Kamranı tapmaq üçün 8,7 üstə gəl 5,9. Bir sual buna aiddir. Bir suala görə bu qədər hesablama nə dərəcədə düzgündür bilmirəm. Bu da 9,1. Deməli 7, yəni 17 bir yadda, 8-dən 5 13 üstünə 9 22 bir də yadda 23. Bu Kamran. Sonra Seymuru tapaq. 7 onda 9, 7 onda 3, 8 onda 9. 18 üstünə 3 gələndə 21 2 yadda, 14 üstünə 8 22 2 də yadda 24 tam onda 1. Deməli Seymur Kamrandan çoxdur. Kamran ola bilməz. Sonra keçirik Ləmana. 9 onda 5, 7 onda 8, 8 onda 7. Kəsir hissələr toplasaq 20 eləyir. 0 yazırıq 2 yadda. Tam hissələr 9-dan 7, 16 üstünə 8, 24, 2 də yadda 26 tam. Bu da Seymurdan çox oldu. Deməli Seymur da getdi. Ləman da hələ ki ən çox. İndi biz Fuadı da tapaq. 8 onda 9, 9 onda 2, 7 onda 5. 9-dan 2 11, üstünə də 5 gələndə 16. 6 yazırıq 1 yadda. 8-dən 9 17, üstünə 7 24, bir də yadda 25. Ən çox 26 oldu, yəni Ləman oldu. C variantı. Hansı misal səhv həll edilib? Deməli, bu düzdür. 4 gəlib bura, 3-dən 5-i toplayıb 8, 1-dən də 4-ü toplayıb 5. 4 gəlib bura, 0-dan 5-i toplayıb 5, 3-dən də 6-nı toplayıb 9, bu da düzdür. Burada səhvdir. Burada 5 olmalıydı, 3-dən 3-ü toplamalıydım. 8-dən 2 o. Yəni bu səhvdir qısacası. Bunu da yoxlayaq qalmasın. 12-dən 6 çıxarıq 6, 7-dən 5 çıxarıq 2, bu da düzdür. Bəli, suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.